Gürcüstanın baş prokuroru Georgi Kvarakitsinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə işgüzar səfərə gəlib. Səfər çərçivəsində Kamran Əliyevlə Gürcüstanlı həmkarı arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kabaxidze arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə dinamik inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Kamran Əliyev Azərbaycan və Gürcü xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin dövlətlərarası əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib. O, prokurorluq orqanları arasında əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin olunması və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Tərəflər cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakin müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kiber cinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, eləcə də rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bizim səfərimiz işgüzar və rəsmi xarakter daşıyır. Fikir mübadiləsi apardıq, təcrübələrimizi bölüşdük, bir-birimizi iş fəaliyyətimizlə yaxından tanış etdik. Eyni zamanda nümayəndələrimizlə bir-biri ilə yaxından tanış oldular ki, bu da hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə və qarşılıqlı əməkdaşlığa çox müsbət təsir göstərəcək. Beynəlxalq hüquqi yardım çərçivəsində hər iki ölkənin kifayət qədər uğurlu statistikası və səmərəli əməkdaşlığı var. Bu əməkdaşlıq davam edir və bu cür səfərlər iki ölkə arasındakı hüquqi əlaqələri daha da möhkəmləndirəcək. Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub. Prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Qeyd eləyək ki, Gürcüstan Baş Prokurorunun Azərbaycana işgüzar səfəri davam eləyir.